41'dən başlayaq. Burada bizə nümunələr verib, öncə izahına diqqət edək. Məsələ həllinə baxaq. Samirin anası mağazadan 2 ədəd eyni köynək və 1 ədəd şalvar aldı. O bunlara cəmi 34 manat pul ödədi. Şalvarın qiyməti 16 manatdır. Bir köynəyin qiyməti neçə manatdır? Baxın, burada da şəkildə də şalvarın qiymətinin 16 manat olduğunu görürük. Köynəyin qiymətini isə biz tapmalıyıq. Biz burada suallara baxırıq. Deyir, nəyi tapmalıyam? Nəyi tapmalıyıq? Köynəyin qiymətini. Məsələni diqqətlə oxuyuruq. İstənilən bir məsələ olsun. Verilən şərtlərə diqqət edirik və biz bu məsələnin həllində nəyə çalışırıq? Nəyi tapmağa çalışırıq? Onu bilməliyik. Nəyi tapmalıyam? Buraya yazırıq köynəyin qiymətini. Bir köynəyin qiymətini, yəni. Nə məlumdur? Məlumdur. Burada məlumdur. Bizim cəmi ödədiyimiz pul. Deyir, o bunlara cəmi 34 manat ödədi. Ödənilən pul. Ödənilən məbləğ. Və şalvarın qiyməti. Şalvarın qiyməti. Bir qədər sıxışmalı bura. Siz daha səliqəli yazarsınız. Aha. Baxın. Qısa yazılış məsələnin şərtini, qısa yazılışı ödədi. Neçə manat? 34 manat. Aldı. Nə aldı? Baxın, 1 ədəd şalvar. Aldı 2 ədəd köynək. Şalvarın qiyməti 16 manatdır. Bir köynəyin qiymətini tapmalıyıq. Bir köynəyin qiyməti nə qədərdir bilmirik. Burada da təsvirə əsasən verilib. Necə həll edə bilərəm? Ödənilmiş məbləğdən şalvarın qiymətini çıxıb 2 köynəyə ödənmiş pulu taparam. Bu ədədi 2-yə bölüb bir köynəyin qiymətini taparam. Baxaq. Hər addıma uyğun misal yaz. Ana 2 köynəyə neçə manat ödədi? Baxırıq 2 köynəyə neçə manat ödədi? Bunu necə tapırıq? Ümumi 34 manat ödəyib. 34 manatın 16 manatı şalvara ödənilib. 34-dən 16 çıxanda yerdə qalır 18 manat. Ana 2 köynək üçün 18 manat ödəyib. Bir köynəyin qiyməti neçə manatdır? 2 köynək 18 manatdırsa, bir köynəyin qiymətini tapmaq üçün 18-i bölürük 2-yə, edir 9 manat. Buradan aydın olur ki, bir köynəyin qiyməti 9 manatdır. Məsələnin həllini necə yoxlaya bilərəm? 2 köynək və bir şalvar üçün ödəmək lazım olan məbləği yenidən hesablayaram. Alınmış ədədi 34 ilə müqayisə edərəm. Baxın, bir şalvar 16 manat idi. Üstə gələk, bir köynək 9 manatdırsa, 2 köynək 2 vuraq 9 manat. 16-nın üzərinə gəlirik 18-i edir 34 manat. Baxaq növbəti tapşırıqlara. Suallara cavab verin. Çərpələk və oyuncaq ayını almaq üçün nə qədər pul ödəmək lazımdır? Çərpələyin qiyməti 7 manatdır. Oyuncaq ayının qiyməti 12 manatdır. Bunları birlikdə almaq üçün 7 manatın üzərinə gəlirik 12 manatı. Cəmi 19 manat pul ödəmək lazımdır. Davam edək. Yanğın söndürən maşını və gəlinciyi almaq üçün nə qədər pul ödəmək lazımdır? Yanğın söndürən maşının qiyməti 15 manatdır. Gəlinciyin qiyməti 19 manatdır. Bunları almaq üçün 15 manat, 19 manat, cəmi 34 manat pul ödəmək lazımdır. Aha. Bütün oyuncaqları almaq üçün nə qədər pul ödəmək lazımdır? Bütün oyuncaqları almaq üçün 19 manat çərpələk və ayının
oyuncaq ayının birlikdə qiyməti etmişdi. Yanğın söndürən maşının və gəlinciyin qiyməti isə ikisi bir yerdə 34 manat edirdi. Bunlara cəmi 9-un üzərinə 4 gəlsək 13, 3 bir yadda, 1-in üzərinə 3 gəlsək 4, bir də yadda 5. Cəmi 53 manat pul da ödəmiş olarıq. Davam edək. Lalə bir qutu pastel, təbaşir və bir qələm alarsa, onun nə qədər pulu qalar? Baxırıq ki, Lalənin ümumilikdə nə qədər pulu var. Lalənin pul qabısında 50 manat, 50 qəpik, 20 qəpik, 70 qəpik, bir də 5 qəpik, 75 qəpik var. Və Lalə təbaşir alarsa, baxırıq ki, qiyməti 17 qəpikdir. Qələmin qiyməti 18 qəpikdir. 17 qəpiyin üzərinə gələrik 18 qəpiyi. Cəmi bunlar edir 35 qəpik. Lalənin pul qabısında nə qədər pul var? 75 qəpik. 75 qəpikdən 35 qəpiyini xərcləyir. Lalənin nə qədər pulu qalır? 40 qəpik pulu qalır. Bizdən də soruşur ki, Lalənin nə qədər pulu qalar? 4 uşaq hərəyə bir pizza və bir meyvə şirəsi aldı. Onlar cəmi nə qədər pul ödədi? Baxın əziz şagirdlər, 4 uşaq burada meyvə şirəsi almaq istəyirlər, bir də pizza almaq istəyirlər. Meyvə şirəsinin bir qabı 1 manatdır. 4 nəfər hərəsi 1 manatlıq meyvə şirəsi alsa, 4'ü vururuq 1'ə, edir 4 manat. Və hərəsi biri 4 nəfər bir dənəsi 3 manat olan pizza alsa, 4'ü vururuq 3'ə. Cəmi məbləğ edir 12 manat. Bizdən soruşur ki, onlar cəmi nə qədər pul ödədilər? 4 manat meyvə şirəsi üçün ödədilər, 12 manatla pizza üçün ödədilər. Cəmi 16 manat pul ödəmiş olarlar. Keçək növbəti məsələmizə. Mağazada 1 kiloqram limonlu konfetin qiyməti 3 manat. 1 kiloqram çiyələkli konfetin qiyməti 2 manatdır. Baxın, burada da verib çiyələkli konfet 2 manat, limonlu konfet 3 manat. 1 kiloqram çiyələkli konfetin qiyməti 2 manatdır. Bunu dedik. Səbinə 2 kiloqram çiyələkli, baxın, S hərf qoyuram, Səbinə. Yox, Səbinə Samirdən söhbət gedir. Ona görə qoy elə adlarını yazaq. Səbinə. Aha. Səbinə 2 kiloqram çiyələkli, 1 kiloqram limonlu konfet aldı. O nə qədər pul ödədi? Çiyələkli konfet neçədir? 2 manat. 1 kiloqramı 2 manatdır. Səbinə də 2 kiloqram çiyələkli konfet alıbdır. 2'ni vururuq 2'yə. Edir 4 manat. 4 manat çiyələkli konfetə üçün pul verəcək. Limonlu konfetin 1 kiloqramı 3 manatdırsa, 1'i vururuq, kiloqram vururuq qiymətinə. 3 manata. Bu da edir 3 manat. Səbinə cəmi 7 manat pul ödəməli olacaq. Gəlir Samirə. Yazaq Samir. Samir 2 kiloqram limonlu, 1 kiloqram çiyələkli konfet aldı. 2 kiloqram limonlu. Limonlu konfetin 1 kiloqramı 3 manatdırsa, 2 kiloqramı 2'ni vuruq 3'ə edir 6 manat. Çiyələkli konfetin 1 kiloqramı 2 manatdırsa, elə 1 kiloqram almışdır, 1'i vuruq 2'yə edir 2 manat. Cəmi Samir nə qədər pul ödəməli olacaq? 6'nın üzərinə 2 gəlirik, 8 manat pul ödəməli olacaq. Bizə deyir ki, kim daha çox pul ödədi? Samir daha çox pul ödəmiş olar. Baxaq 5-ci məsələyə. Anarın 24 manat pulu var. Anarın pulu neçə qızılgül almağa çatar? Baxın, əziz şagirdlər. Baxırıq ki, qızılgülün bir dənəsi 4 manatdır. Zambaqgülünün bir dənəsi 3 manatdır. Bizə deyir ki, anarın pulu neçə qızılgül almağa çatar? Anarın 24 manat pulu varsa, 24'ü 4'ə bölsək, anar
6 qızıl gül ala bilər. 6 dənə. Anarın pulu neçə zambaq almağa çatar? Bir zambağın qiyməti 3 manatdırsa, 24 manata 24-ü bölürük 3-ə, 8 zambaq almaq olar. Onun pulu 4 qızıl gül və 3 zambaq almağa çatarmı? Anarın 24 manat pulu var. O 4 qızıl gül alsa, qızıl gülün bir dənəsinin qiyməti 4 manatdır. 4 dənəsinin qiyməti edir 4 dənə 4-ün 16 manat. Zambağın bir dənəsi 3 manatdır. 3 dənəsini almaq üçün 3 dənə 3-ün edir 9 manat. 16'nın üzərinə biz 9 gəlsək edir 25 manat. Anarın isə 24 manatı var. O bunların yəni 4 qızıl gül, 3 zambaq almağa anarın pulu çatmaz. Davam edək. Növbəti tapşırığa baxırıq. Malların qiyməti hansı pullarla ödəmək olar? Hər biri üçün 2 nümunə yaz. Baxaq. 80 qəpiyi burada göstərib 50 qəpik, 10 qəpik, 10 qəpik və ya belə də göstərə bilərik 50 qəpik, 20 qəpik, 10 qəpik. 11 qəpik, 11 manatdır. 11 manat hansı pullarla göstərmək olar? 2 dənə 5 manat, bir dənə 1 manatla göstərə bilərik. Və ya bir dənə 10 manat, bir dənə də 1 manat ilə göstərə bilərik. Ayaqqabının qiyməti 45 manatdır. 45 manatı necə göstərə bilərik? 2 dənə 20 manat, bir dənə də 5 manat ilə göstərə bilərik. Cəmi 45 manat edir. Və ya bir dənə 20 manat, 2 dənə 10 manat, elədi 40, 5 dənə də 1 manatlıq. Elə göstərə bilərik. Baxaq 7-ci məsələmizə. Elxan bazar ertəsindən başlayaraq hər gün daxılına 10 qəpik pul atmağa başladı. O növbəti bazar günü daxıla 10 qəpik atdıqdan sonra yığdığı pulları saydı. Onun pulu çəkdiyi qələmi almağa çatarmı? Gəlin baxaq. Elxan bazar ertəsindən başlayaraq hər gün daxıla 10 qəpik atır. Baxın, bazar ertəsi atır 10 qəpik. Sonra gəlir çərşənbə axşamı. Çərşənbə axşamı da atacaq 10 qəpik. Çərşənbə axşamı 10 qəpik atanda artıq eləyəcək 20 qəpik. Belə hesablayaq. Sonra çərşənbə günü 10 qəpik atanda eləyir 30 qəpik. Sonra gəlir cümə axşamı. Cümə axşamı 10 qəpik atsa edəcək 40 qəpik. Cümə günü 10 qəpik atanda edir 50 qəpik. Qalır bazar gününə qədər. Şənbə gündə 10 qəpik atanda edir 60 qəpik. Bir də bazar günü 10 qəpik atandan sonra sayır. Bu da edir 70 qəpik. Elxanın cəmi 70 qəpik pulu oldu. Onun pulu şəkildəki qələmi almağa çatarmı? Baxın, şəkildəki qələm 60 qəpikdir. Elxanın isə 70 qəpik pulu var. Bəli, çatar. Həmçində 10 qəpiyi artıq qalar. Çatar. Baxaq 8-ci tapşırığa. Lalə pul qabındakı pula ən çox neçə dənə bulka ala bilər? Bu zaman onun nə qədər artıq pulu qalar? Lalənin pul qabında görək nə qədər pul var. 50 qəpik, 1 manat, 1 manat 50 qəpik, 2 manat, 2 manat 50 qəpik, 3 manat, 3 manat 50 qəpik. Lalənin pul qabısında 3 manat 50 qəpik pul var. Deyir ki, o neçə dənə bulka ala bilər? Bu zaman onun nə qədər pulu artıq qalar?
ən çox neçə dənə bulka ala bilər? Bulkanın bir dənəsi 1 manatdır, düzdürmü? Lalənin isə 3 manat 50 qəpik pulu var. Bir dənə bulku 1 manat, 2 dənəsi 2 manat, 3 dənəsi 3 manat. Baxın, Lalə 3 dənə bulka almaq üçün 3'ü hərəsi 1 manatdan, yəni bir dənəsi 1 manatsa 3 dənə birin eləyir 3 manat eləyəcək. Lalənin də 3 manat 50 qəpik pulu var. 3 manat 50 qəpikdən 3 manat 50 qəpikdən 3 manatı çıxsa qalır 50 qəpik pulu. Lalə ən çox neçə dənə bulka ala bilər? Lalə ən çox 3 dənə bulka ala bilər. Çünki 3 dənə 1'in 3 eləyir. 3 dənə bulka alsa, bu 3 bulkuların sayıdır. 3 manata gedəcək. 3 manat 50 qəpikdən də 3 manata çıxsa qalır 50 qəpik deyir. Bu zaman onun nə qədər pulu qalar? 50 qəpik pulu qalar. Ən çox 3 dənə bulka ala bilər. Elxan uzunluğu 9 sm olan bəzəkli lentə 45 qəpik pul ödədi. 1 sm lentin qiyməti neçə qəpikdir? Baxın, 9 sm 45 qəpikdir. 9 sm 45 qəpikdirsə 1 sm nə qədər edir? 45'i bölürük 9'a. 45'i 9'a böləndə edir 5. Buradan aydın olur ki 1 santimetrin qiyməti 5 qəpikdir. O uzunluğu 10 santimetr olan lent almaq üçün neçə qəpik ödəməlidir? 1 santimetrin qiyməti 5 qəpikdirsə 10 santimetrin qiyməti 10'u vururuq 5'ə edir 50 qəpik. Nə qədər pul ödəməlidir? 50 qəpik pul ödəməlidir. Baxırıq sonuncu 10-cu məsələmizə. Pozanın qiyməti 25 qəpikdir. Karandaşın qiyməti isə bundan 5 qəpik yazdır. Bizə ikili sual verir. Karandaş neçə qəpikdir? Elxan 50 qəpik verib bir pozan və bir karandaş aldı. Satıcı ona nə qədər pul qaytardı? Baxın əziz şagirdlər. Bizə deyir ki, pozanın qiyməti 25 qəpikdir. Şəklin üzərində qeyd olunub. Karandaşın qiyməti bundan 5 qəpik azdır. Pozanın qiyməti 25 qəpikdirsə, karandaşın qiyməti bundan 5 qəpik yaz, yəni 25 qəpikdən çıxırıq 5 qəpik olur 20 qəpik. Buradan aydın olur ki, karandaşın qiyməti 20 qəpikdir. Sonra bizdən soruşur. Elxan 50 qəpik verib bir pozan, bir karandaş aldı. Satıcı ona nə qədər pul qaytarmalıdır? Baxın, bir dənə karandaşın qiyməti 20 qəpikdir. Bir dənə pozanın qiyməti 25 qəpikdir. Elxan da bir dənə karandaş alıb, bir dənə də pozan alıb. Bir karandaş, bir pozan. 20 qəpik karandaş üçün veribdi, 25 qəpik də pozan üçün. Cəmi aldıqlarının qiyməti edir 45 qəpik. Cəmi aldıqları 45 qəpik edir, satıcıya isə 50 qəpik pul verib. 50 qəpikdən 45 qəpik çıxsa, yerdə qalır 5 qəpik. Satıcı ona 5 qəpik qaytarmalıdır. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.